Onunla da mahnını partlattım. Mersiye derdin. Yo, Mersiye ne deyirəm? Dur qız heç nə. Nəyi? Cem'de, adın da Cem'de. Sesi danışma ha. Uyğun görüm indi bəyək ki. Misabiroğlu inşaatına kontur attı. Axşamınız xeyir Babək. Jurnalist Ayten Səfərovadır. Xəzər TV aparıcısı. Bu yaz nömrəsindən indi. Bu da öz nömrəsindən yaz. Nömrəyə bax yaz zirqanlı. Qoyğum görün bunu. Yığıram ha uşaqlar. Özü yazıb indi. Danışıq kartınızın istifade müddəti bitmiştir. Xahiş. Ay Fuat müəllim, oradan atlana bir de bütçede manatlı kontur atacaqsan. Qaytaracağım. Danışıq kartımın müddəti qutarıb. Konturum var konturum var. Prosto qaytaracağım da, atıp bağlanıdı. Kimlə danışıram ki? Kimsə məsələ. Əskir ya, tanınmış adamam, popüler adamam. Məsələmiş. Atmışam. Reklam nömrəmə baxım görürüm. Reklam nömrəmə manatı ver, görürüm bu nömrəm. 5 manat atmışsınız. Hep yox, onda mən çıxsa bu nömrəmlə göndərim yaxşı. Bir manatıq bəsdir. Görüm o da həqiqətən. Allah'ı mesaj yazıb. Qorxdum, üzə heyecanlandım. Onlar məşhurdur. Görün eynirlər az məni. Gitti. Gönderdim kontur. İndi de yazdı ki son istifadə 2 manat çıxdı balansımda. Niye? Yıkmışım. Alo. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Hanım sizə mesaj gəlir ki Ayten Səfərovadır. Tamam. Babək necəsiz? Çox sağ olun. Can, yaxşı olasınız. İşləriniz necədir? Soru cücəniz necədir? Çox sağ olun. Siz necəsiz? Çox sağ ol əzizim. Ayten Səfərovadır, Xəzər TV-dən jurnalisti, illərin jurnalisti. Və sizin nömrə orada yazılmışdı, ona göre yazdım ve ben bildim ki geri dönüş eləyəcəksiniz. Çünkü ben 28 il əsnasında yəni insanları tanıyıram da, bilirəm kimlədir, necədir, böyle psixoloji olarak. Ve sizi baboş deyirlər, mən bilmirəm, baboş deyim sizdə, yoksa baboş deməndir. Ne Babək deyil. Baboş canım Baba. mənim, əzizim. Oo, konturum qutardı. Oo, Allah konturum qutardı. Kesin değil ya. Dejizm adı boy verdi. Allah hakkı boy vermedim. Konturum qutardı. Yediğimiz çöreğin adına. Onunki cindi. Ayten Hanım konturum qutardı. Ha, sen de başa düştün, narahat olma. Ne tür TikTok deyəndə mi ağlarına mən gələm cəmaatın? Hə.
Müsahibə. Bu mən nə danışırsam, həyəcanlanırsam, heç anlayan da mən nə danışırsam müsahibədə. Bildim. Hə. Baboş ləqəbimdir, mənim adım Babəkdir. Baboş ləqəbimdir. Ha. Bilirəm. Siz baxmısınız mı? Görünsüz də yəqin ki görünsüz. Hə, kənd adamıyam. Vallahi nə ağırram ki, toyuq düzəmi saxlayıram. Yo, Ayten xanım, mən özümü yuxarıdan zıdan aparmam. Heç vaxt yekəxanı olmamışam. Ay sağ ol. Amma bizimlə də birlikdə elə bil ki, buna da paxıllığına yanaşan insanlar var. O dəqiqə hə, bu belədir. Amma mən istəyirəm Babək kimi, o Babək olaraq məsələn, sorğu sual cavab edim ki, məsələn, Babək bax, neçə yaşım var? Mən necə oldu ki, sən TikTokda məşhur oldun? Sənə kimsə necə oldu məşhur oldum? Qoy danışacağım. Hə. Yox, ay xanım, Ayten xanım ciddiyəm Allah'ın olsun. Bir yumruq vururam stola, partlayır. Hesaplaşanda bilirsiniz mi? Hə, ürəyimşə. Ləmandan da alacaqsınız, projet, müsahibə. Bəli. Bizdə nə bilim, bir də bizdə deyim, mən bilirsiniz ağarıram. Türklərlə pek oynayıram, adlayırlar o üzə. Başlar məni pis deməyə orada qarşı tərəfə. Sonra da ondan sağoluşundan sonra adlayırlar bəyəri. Yazılır, ürək qoyurlar. Hamısını sikirin eləmişəm, hamısını bizə blok atıram, hamısını sikirin eləyib atırlar mənə. Siz də girdiniz Ayten xanım TikTok'a? Hə ki, siz də xoş gəldiniz TikTok'a. Mənə şeydən də sual verərsiniz də, şeydən də sual, müsahibə almayacaqsınız. O deyil, nədir onunla, dədəmlə zadınla. Mən onlarla danışmam, axı məni istəmirlər. Onlardan da sual verəm. Hə, son, bəlkə görə məni yığa.
Sadəyəm deyil, ona görə mən istəyirlər Ayten xanım. Allah haqqı mən sadə istəyir. Mən bu dəqiqə canlı yanaşmışam, amma şeydir, canlıdayam mən bu dəqiqə. Canlıdayam. Dayan, sizin səsinizi diktafona qoymamışam, bilmirlər. İndi canlıya girişdiniz? Yaxşı girin. Girir canlıya.